Vergi yoxlamalarının keçirilməməsi müqabilində sahibkarlardan rüşvət almaqda şübhəli bilinən 2 vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Baş prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatına görə, dövlət qurumlarından daxil olan məlumatlar əsasında vəzifəli şəxslərin qanunsuz əməllərinin aşkarlanması istiqamətində aparılan tədbirlər çərçivəsində cinayət işi başlanılıb. İlkin istintaq zamanı Dövlət Vergi Xidmətinin Bakı Şəhər Operativ Vergi Mərkəzi və Uçotun Təşkili Baş İdarəsinin Sahə Təhkimçiliyi İdarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun 2026-cı ilin may ayında Bakıda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının aparılmaması, cərimələrin tətbiq edilməməsi və digər güzəştlər müqabilində ümumilikdə 200 min manat rüşvət aldıqlarına dair əsaslı şübhələrin yarandığı bildirilir. Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsinin qərarı ilə Rüstəm Mirzəyev və Kənan Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Hüquq mühafizə orqanları qanunsuz əməllərdə iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb olunacağını bildirir.